Bütün sənətlər və elmlər təbiətin təqlididir. İnsan sadəcə bu mükəmməlliyi kopyalamağa çalışan şagirddir. Bioriyaziyyat nədir? Tərif vermiş olarsaq, canlı sistemləri və bioloji prosesləri riyazi modellərə tədqiq edən elm sahəsidir. Bioriyaziyyatdakı əsas məqsəd mürəkkəb bioloji məlumatlardakı qanunauyğunluqları anlamaq və proqnozlaşdırmaqdır. Bu günləri isə sizlərlə neyron şəbəkələrin ilkin olaraq neyrobiologiyadan ilhamlanaraq yaradılması və sonradan neyrobiologiyanın özündə mürəkkəb məlumatların analizi üçün bir alət kimi istifadə edilməsindədir. Neyrobiologiyada geniş istifadə olunan riyazi alətlər, diferensial tənliklər, statistika və ehtimal nəzəriyyəsi, xətti cəbr və matrislərdir. Çox məşhur bir termin olan dərin öyrənmə, süni neyron şəbəkələrinin sadəcə bir versiyasıdır. Adından da başa düşdüyünüz kimi, süni neyron şəbəkələri 1958-ci ildə kəşf edilmiş perseptron adlı bir sistemdən qaynaqlanır. Bu, beynimizdəki neyron şəbəkələrini təqlid edən bir mexanizmdir. Bu isə beynimizdəki neyron sinir hüceyrələridir. Mikroskop altında belə görünürlər, amma anlamaq asanlığı üçün adətən dərsliklərdə onları belə göstəririk. Burada, solda, digər neyronlar, burada gördüyünüz dendrit adlanan çıxıntılara bağlıdır və bu neyronlardan gələn elektrik siqnallarından asılı olaraq neyronumuzun hüceyrə gövdəsində bəzi biokimyəvi dəyişikliklər baş verir. Bu dəyişikliklərdən asılı olaraq neyronumuz öz elektrik siqnalını yaradır və onu akson adlandırdığımız uzantılar boyunca ötürür. Məsələn, burada tək bir neyrona bağlı təxminən 4000 digər sinir lifinin indiyə qədər yaradılmış ən real simulyasiyasını görürsünüz. BrainMap web saytına daxil olsanız, bu əlaqələrin real versiyalarını daha yaxından araşdıra bilərsiniz. Bu tip süni şəbəkələri bu kimi bir qrafiklə təsvir edirik. Yaşıl neyronlar giriş neyronlarını təmsil edir. Bu xətlər burada göstərilməyib, lakin aşağıdakı şəkildə göstərildiyi kimi, onlar əslində müəyyən vuruqlara uyğundur. 1 ilə 0 arasında dəyərlər götürən bu vuruqlar həmin iki neyron arasındakı əlaqənin gücünü təmsil edir. Vuruğu 1-ə nə qədər yaxın olarsa, əlaqə bir o qədər güclüdür. 0-a nə qədər yaxın olarsa, bir o qədər zəifdir. Hər bir neyron ona bağlı olan digər neyronların rəqəmlərini aralarındakı əlaqənin çəkisi ilə vurur və bu vuruşa bias adlandırdığımız sabit bir dəyər əlavə edir. Daha sonra isə 0 ilə 1 arasında bir rəqəm əldə etmək üçün sigmoid funksiyası adlanan çox sadə bir funksiyadan istifadə edirik və nəticəni 0 ilə 1 arasında normallaşdırırıq. Burada bu sütunların hər biri bir təbəqəyə uyğundur. İstəsək, neyron şəbəkəmizi daha da mürəkkəbləşdirmək üçün daha çox neyron və təbəqə əlavə edə bilərik və daha da çox. Nəticədə, real canlının beynindən götürülmüş neyron şəbəkəsi ilə müqayisə etdikdə, oxşarlığı aydın şəkildə görməyə başlayacağınız bir sistem əldə edə bilərik. Bəs bu şəbəkə necə işləyir? Bir-birindən çox fərqli görünən bu hərfləri sizə göstərəndə, beyniniz dərhal hamısının A hərfi olduğunu tanıyır. Edə biləcəyiniz bir şey, sərhəd tanıma adlanan bir metoddan istifadə etməkdir. Məsələn, əlyazma simvolumuzu, buradakı 3 rəqəmini bir qutuya əlavə edib, həmin qutunun içindəki hər pikselə parlaqlığına əsasən 0 ilə 1 arasında bir rəqəm təyin edə bilərik. Əgər piksel tamamilə qara rəngə uyğun gəlirsə 0, tamamilə ağ rəngə uyğun gəlirsə 1, başqa tonlardadırsa arada bir rəqəm təyin edə bilərik. İndi məqsədimiz bu şəkildə əldə edə biləcəyimiz hər hansı bir piksel paylanmasını təmsil edən əlyazma rəqəminin hansı olduğunu müəyyən etməkdir. Bunu edə bilsək, əl yazısını oxumağı öyrənmiş olarıq. Rəqəmlərimizi ehtiva edən həmin qutu 28 sətr və 28 sütundan ibarətdirsə, neyron şəbəkəmizin giriş təbəqəsi 28-nin 28-ə vurulması 28 neyrondan 784-ün ibarət olacaq. Ən sağdakı təbəqə çıxış təbəqəsidir və bizə 0-dan 9-a qədər cavablar verəcəkdir. Çünki bu nümunədə şəbəkəmizin öyrənməli olduğu şey 0-dan 9-a qədər 10 rəqəmdir. Aradakı iki təbəqə, əl yazısının müəyyən xüsusiyyətlərini müəyyən etmək üçün öyrədiləcək təbəqələri təmsil edir. Bu ara təbəqələrdəki neyronların sayı və təbəqənin dərinliyi, yəni neçə ara təbəqədən istifadə etdiyimiz tamamilə ixtiyari bir seçimdir. İstəsəniz, hər təbəqədəki neyronların sayını 100, 1000 və ya 5 edə bilərsiniz. Bu tamamilə sizdən asılıdır. Amma təbii ki, bu qərar şəbəkənizin emal sürətinə təsir göstərir. Normalda 2 ara qatmandan istifadə olunur və onlara gizli qatman deyirik.
Yeri gəlmişkən, bu şəbəkəni 3 ölçülü şəkildə görmək istəyirsinizsə, bu şəkildə inanılmaz bir şeyə çevrilir. Bəs bu şəbəkəni necə öyrədirik? Çünki şəbəkəmizdəki əlaqələri əvvəlcə tamamilə təsadüfi olaraq təyin edirik. İlk dəfə düzgün nəticə vermək üçün onların uyğunlaşması mümkün deyil. Maşın öyrənməsi və ya süni intellekt təlimi adlandırdığımız şey bu çəkilərin miqdarını dəyişdirdək deməkdir. Sistem əvvəlcədən təlim keçmədiyinə görə əsassız cavablar alırıq. Bu o qədər də böyük problem deyil və bunun üçün backpropagation adlanan prosesi tətbiq edəcəyik. Burada gördüyünüz şəbəkə isə hələ təlimsiz olmasına baxmayaraq bizə bəzi cavablar yaratmaq istəyir. Belə ki, təlimsiz olan şəbəkə belə olsa, həmin 10 neyronlu şəbəkənin çıxış tərəfindəki bəzi neyronlar təsadüfi olsa da yanacaq. Lakin əgər ona 3 rəqəmini göstərsək, yalnız 3 rəqəminə uyğun neyron ya da maksimum yanmalı, digərləri isə sönməlidir. Bunu törəməni sıfır etməklə 2 ölçülü qrafiklərdə minimum nöqtəni tapmağa çalışmaq kimi düşünə bilərsiniz. 3 ölçüdə bu xaotik bir ərazidə ən dərin nöqtəni tapmaq kimidir. Bunu edən algoritmə isə qradiyent enişi deyilir. Əgər kifayət qədər datanız varsa, məsələn, kifayət qədər əlyazma nömrəniz varsa, bu cəzalandırma müəyyən bir nöqtədən sonra dəyəri sıfıra endirir. Beləliklə, sisteminiz verdiyiniz hər əlyazma nömrəni asanlıqla və dəqiq oxumağa başlayır. Üstəlik, müəyyən bir nöqtədən sonra təlimdə olmayan yeni bir əlyazma nömrəsini göstərdiyiniz zaman onu uğurla tanımağa başlayır. Hələ də bəzi açıq nöqtələr var. Məsələn, bu şəbəkənin göstərdiyimiz rəqəmi tanımağa başlamasına səbəb olan ara təbəqələrdə nə baş verir? Maraqlıdır ki, bu sualın cavabını demək olar ki, heç vaxt bilmirik. Buna görə də bir çox süni intellekt alqoritmləri qara qutular kimi tanınır. Çünki girişlərdə onlara bir şey baş verdikdən sonra düzgün çıxışlara çevrilir. Lakin əgər həqiqətən də həmin ara təbəqələri anlamaq istəyirsinizsə, onları belə düşünə bilərsiniz. Hər ədədin özünə məxsus xüsusiyyətləri var, elə deyilmi? 9 rəqəmi bir dairə və quyruqdan ibarətdir, yaxud 8 rəqəmi 2 dairənin birləşdirilməsi ilə əmələ gəlir. Çıxışdan əvvəlki son təbəqənin vəzifəsi bu ümumi xüsusiyyətləri müəyyən etmək ola bilər. Ondan əvvəlki təbəqə bu alt xüsusiyyətlərin hər birini tanıya bilər. Məsələn, 9-da həmin dairəni təşkil edən alt vahidləri nəzərdən keçirin. Amma dediyimiz kimi, təlim keçmiş neyron şəbəkəsini açıb baxdığımız zaman, demək olar ki, heç vaxt belə sadə və adi əlaqələr görmürük. Konvolüsional neyron şəbəkələri adlı bir modeli hazırlandı və əl ilə yazılmış rəqəm oxuma, görüntü emalı, obyekt aşkarlanması və üz tanıma kimi sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edilmişdi. Daha sonra ənənəvi metodlar və bu yeni konvolüsiya şəbəkələri ilə birlikdə işləyən təkrarlanan neyron şəbəkələri meydana gəldi. Daha sonra ən yaxşı nəticəni əldə etmək üçün bir-biri ilə rəqabət aparan çoxsaylı neyron düyünlərindən ibarət olan generativ düşmə şəbəkələri ortaya çıxdı ki, bu da mənim fikrimcə çox yaradıcı bir fikirdir və bu yaxınlarda görüntü generasiyası, görüntü təkmilləşdirilməsi və insana bənzər mətn generasiyası sahəsində dünyanı fəth etdi ki, bu da olduqca populyardır. Lakin hazırda Midjourney və ya Sora kimi ən yüksək səviyyəli görüntü generasiyası alətləri sözdə difuziya modelini istifadə edir. 2017-ci ildə elə bir alqoritm hazırlanmışdır ki, tarixdə görünməmiş bir inqilab başladı. Transformator alqoritmi. Bu innovativ sistem indiyə qədər gördüyümüz metodların üzərinə insan öyrənməsinin başqa bir ölçüsündən ilhamlanan başqa bir təbəqə əlavə edir. Yəni diqqət. Biz yerləşdirmə adlanan bir proses tətbiq edirik. Əgər GPT kimi bir chatbotu nəzərdən keçirirsinizsə, burada yerləşdirmə dedikdə, maşın üçün tamamilə mənasız olan sözləri həmin sözlərə məna verəcək bir assosiasiya məkanına yerləşdirmək nəzərdə tutulur. Beləliklə, süni intellekt mətndəki sözlərin mənalarını bir-birinə nisbətən riyazi olaraq müəyyən etməyə başlayır. Süni intellekti böyük mətn setləri ilə öyrətdikcə, oxşar mənalara malik sözlər bu semantik məkanda oxşar aspektlərə baxmağa başlayır. Buna nail olmaq üçün deşifrə etmək istədiyimiz şeyi token adlanan kiçik hissələrə bölürük. Əgər vizual süni intellektimiz varsa, onu kiçik piksellər və ya piksel qrupları kimi düşünmək olar. Yaxud səs çıxaran süni intellekt səs dalğalarını kiçik, lakin funksional hissələrə ayıra bilər.
Daha sonra bu tokenlər əvvəllər də gördüyümüz kimi bir sıra rəqəmlərlə təmsil olunur. Dediyimiz kimi, bu məkanda daha yaxın mənalı sözlər eyni istiqamətdə, daha uzaq mənalı sözlər isə fərqli istiqamətlərdə görünür. Daha sonra onları bir sıra riyazi əməliyyatlardan keçiririk və bu da tokenlərin bir-biri ilə qarşılıqlı əlaqədə olmasına və mənalarını bir-birinə ötürməsinə imkan verir. Və bu prosesi dəfələrlə təkrarlayaraq və ətraflı izah etməyəcəyim bəzi ara təbəqələrdən keçirməklə nəhayət tək bir vektor əldə edirik. Bu vektor bizə süni intellektimizin istehsal edəcəyi cümlədəki növbəti sözün ən çox ehtimal olunan simvol ekvivalentini təyin etməyə imkan verir. GPT-nin ilk versiyalarından istifadə edənlər bunu çox yaxşı xatırlayacaqlar. GPT əvvəlcə chatbot deyildi. Əvvəllər ona heç bir sual verə bilməzdin. Sadəcə bir cümlə verirdin və o sonraki cümlələri özünə məxsus şəkildə tamamlayırdı. Bugün ChatGPT burada təsvir etdiyim proseslərdən keçərək sizinlə danışarkən hər bir sözü seçir və bunu dövrü olaraq etdikdə hər bir sözü ağıllı şəkildə seçən, hər cümləni əvvəlki cümlələrlə əlaqələndirən və abzaslar arasında ardıcıl şəkildə axan bir vasitə əldə edirsiniz. Əlbəttə ki, bu yalnız mətin deyil, o həmçinin bir fotoşəkili təşkil edən piksellər arasındakı əlaqəni və ya həmin piksellərin yaratdığı çərçivələr arasındakı əlaqəni öyrənə bilər. Və beləliklə, süni intellekt mövzusunun sonuna gəldik. Bütün bunlar insan beyninə baxmaqla və orada gördüyümüz şeylərin sadə bir surətini silikon çiplərə uyğunlaşdırmaqla mümkündür. Lakin biologiyadan aldığımız ilhamı demək olar ki, tam olaraq silikon çiplərlə işləyən bir mexanizmi tətbiq edirik. Maşınlara deyirik ki, biz belə öyrənirik və siz də belə öyrənəcəksiniz. Lakin təbiətə baxanda görürük ki, əsas məntiqlər ümumiyyətlə eyni qalsa da, memarlıqlar kökündən dəyişir və canlı varlıq üçün ən uyğun memarlıqlar onun mühitində inkişaf edir. Beləliklə, bu süni intellekt inqilabında hələ də çox çatışmayan bir şey var. Maraqlıdır, bu proqram təminatı memarlıqlarının kortəbii şəkildə inkişaf etməsinə və beləliklə karbon əsaslı olmayan maşınların özləri üçün ən uyğun memarlıqlar yaratmasına icazə versək, onda nə baş verəcək?